sürücü də yubanır hardasa. Deyirəm, baxmayaraq ki, ən kiçik Mercedesin sedanıdır, yenə də arxada adam özün güvəndə hiss eləyir. Etibarlı yerdə oturmuşsan, başa düşürsən. Ya, bu sürücü harada qaldı? Güvən demişkən, bir də mən fikir vermişəm, yoxsa dünyanı idarə edən insanlar, 0-1 statusu olan sərnişinlər uzun illərdir, demək olar tarix boyu Mercedes markasına üstünlüyü verir. Əcəba bunun səbəbi nədir? Niyəsi barədə bugün bir qədər düşünəcəyik sizlə bərabər. Bu müxtəlif ölçü vahidləri var dünyada, maşının zirehini göstərən və Mercedesdə o göstəricilər yüksəkdir. Mənə görə amma bu sadəcə quru rəqəmlərdir. Mənə görə bunun səbəbi daha dərindir, zehnaltı. Çünki bu maşın tarix boyu küllü miqdarda insanların həyatını xilas eləyib. Belə demək olarsa, ölkə rəhbərlərinin hətta üstündə testdən keçirilib. Ona görə də düşünürəm ki, bugün də, sabahda, hələ yaxın gələcəkdə də dövlət rəhbərləri Mercedesi üstünlük verəcəklər. Aydın məsələdir ki, məsələn, Yaponiyanın imperatoru Toyota Century-də gəzir və yaxud Amerikan prezidenti Cadillac prezidentdə gəzir, prezidentdə gəzir. Amma bu aydın məsələdir. Böyük avtomobil sənayesi olan dövlətin prezidenti başqa maşında gəlsə düz gəlməz. Amma yerdə qalan prezidentlərin böyük əksəriyyəti, əgər fikir vermişsə, Mercedeslə gəzirlər. Mənə həmişə maraqlı gəlirdi ki, Audi kimi, BMW kimi maşın istehsalçıları var da, niyə də yox? Niyə məhz Mercedes? Sadəcə tarixdə baş verən mühüm hadisələrdən sonra görürsən ki, maşın doğrudan da tarixə öz adını yazıb. Məsəl üçün, keçən əsrin 94-cü ildə Moskva mərkəzində Boris Berezovski adlı bir məşhur iş adamı buna qəsd hazırlayırlar. Maşınına tank əleyhinə mina ilə partladırlar. Partladırlar, sürücü ilə təhlükəsizlik əməkdaşı qabaqda oturanlar həyatını itirir. Amma sərnişin arxada, VIP sərnişin yüngül xəsarətlərlə, yanıq xəsarətləri ilə xilas olur. Ondan sonra xatirələrində belə deyirdi ki, maşın qarşısında böyük partlayış oldu və sürücümün başı mənim qucağıma düşdü. Düzdür, Berezovskinin buna baxmayaraq bir neçə ildən sonra tapıb öldürdülər, amma necə deyərlər, Mercedesdən kənarda. Və yaxud da 95-ci ildə qonşu Gürcüstanın sabiq prezidenti Eduard Shevardnadze, Gürcüstanın mərkəzində, paytaxtında demək olar Tiflisin, işdən çıxıb evə gedərkən, iqamətgahına gedərkən şəhərin mərkəzində terroristik aktla qarşılaşır. Sabiq prezidentin maşınına 3 dəfə tank əleyhinə qranatla vururlar. Üçüncü partlayıcı mühərrikə isabət eləyəndən sonra necə deyərlər, maşın dayanır. Yenə də avtomobillə 2 təhlükəsizlik əməkdaşı məhv olsa da, sabiq prezident salamat qalır. Yüngül xəsarətlərlə bu hadisədən soğuşmuş olur. Toz yatışandan sonra Eduard Shevardnadze deyəcək ki, mənim həyatımı xilas eləyən mənim Allahım, bir də mənim Mercedesim oldu. Mercedes də öz növbəsində kənarda qalmır. Eduard Shevardnadzeyə həmin zirehli maşının eynisini, yenisini hədiyyə eləyir. Belə tarixi faktlardan sonra nəinki prezidentlər, hətta Roma papası belə papamobil dediyimiz xüsusi maşın Mercedes GL bazasında qurulub. 90-cı illərdə bu şessot dediyimiz maşınları o qədər ilahiləşdirmişdilər ki, kult vəziyyətinə gətirmişdilər. Rusiyada maşın təxəllüsü var idi, W140-ın Kaban, vəhşi donuz. Doğrudan da o maşın hırzır bilmirdi. Kriminal aləmin avtoritetləri öləndə onların qəbrinin üstünə belə onların şessotunu da heykəlini düzəldib qoyurdular. Bu da ətrafdakı insanlara bu adam barədə ətraflı məlumat verirdi ki, elə belə sadə adam deyil, bu sağlığında şessotda gəzib, yəni sadə bir insan olmayıb. Hətta belə insanlar da var idi ki, vəsiyyət eləyirdi ki, onlar öləndə öz 600 Mercedesləri ilə bir yerdə dəfn olsunlar sükan arxasında. Sanki o biri dünyaya da Mercedes 600 ilə getmək arzusunda idilər. Bu mövzuya demək olarsa bir qədər aydınlıq gətirdik. Bu barədə danışdıq. İndi əsas məsələ istəyirəm sizə görülmüş işlər barədə qısa yekun. Yəni dediyim kimi təmir materialları ilə sizi yormaq istəmirəm. Sadəcə görülmüş iş barədə sizə qısa məruzə eləyirəm. Ən birincisi, maşının zamokların qaydasına saldım. Kiliddə problem var idi. Qapıların ikisinin də kilidi xarab idi. Buna görə hətta bir dəfə akkumulyator ölüb pultla qapını aça bilmədim. Məcbur olduq qapını əziyyətlə açaq. Ona görə getdim. Bir də bu zamokun başqa maşından düzüb qoşmuşdular. Kəsib yapışdırmışdılar. Yeşqan idi. Bütün bunların hamısını nizama saldılar, dəyişdilər. Yeganə bir dənə açar var indi maşının. 2 dənə daha doğrusu. Necə ki zavoddan. Vahid açardı. Bir açarla xodlarını da, qapılar da açılır, bagaj da açılır və s. Bu da xırdaçı işdi, amma bir günümüzü apardı. Demək olar ki, axşam saat 8-də maşın bazarından çıxanda sonuncu maşın idi. Ona görə belə uzun prosesləri
çəkmirəm. Sadəcə məruzə eləyirəm ki, oldu indi zavod vəziyyətində. Necə olub 90-cı ildə oldu həmin qaydada. Bir açarla bütün maşın idarə olunur. Onu da deyim ki, köhnə maşınların zamokuna dəyər usta baxmır. 8-ci kilometr bazarında Şirxan usta var. Yəni o bu zamokların papasıdır. Onun yanına getsiniz, hər bir problemi həll eləyəcək. Ondan əlavə də keçən dəfə təkəri dəyişmişdik. Təkərləri dəyişəndən sonra müəyyən vaxt sürəndən sonra artıq sizə məruzə eləyə bilərəm ki, xatırladım ki, 16 düymlük disklər idi, 205-də təkərin eni idi. İndi 17 disklərdir, 245 arxalardır, 225 qabaq təkərlərdir. Bu rejimdə 2 litr benzin fərq eləyir. Yəni yanacaq sərfiyyatı 2 litr fərqlənir. Əvvəl işlədirdi 100-ə məsəl üçün 11 litr, indi isə işlədir 13 litr. Hörmətli izləyicilər, əgər siz hələ də bizim kanala abunə olmamısınızsa çox zəif. Mən demək olar ki, maşını yığıb bitirmək üzrəyim, xırda işləri qurtarır. İndi qalıb malyar dəmirçi işi, əsas məsələ də indi başlayır. Maşına anonsunu verim, tuning eləyəcəyik, belə bir fikrimiz var. Tək olacaq yəni ki. Demirəm bütün 190-lardan yaxşı olacaq, bütün 190-lardan seçiləcək ümumiyyətlə. Biraz başqa formatda maraqlı bir şey olacaq. Ona görə maraqlı mövzular indi başlayır. Abunə olmağı, like qoymağı unutmayın, bizi izləyin.